Adam pul qazanmaq üçün işləməməlidir. Adam Allahın sevimlisi olmaq üçün işləməlidir. Sizi alladıblar ki, dillə pul qazanmaq üçün ged işlə. Adam dəqiq işləməlidir, məsuliyyətli olmalıdır, işini dəqiq görməlidir. Amma pul qazanmaq üçün yox, Allahın razılığını qazanmaq üçün. Çünki Allahın xoşu gəlir işləyən adamla. Sən o müamiləni elə, pul oradan gələcək, sən onu da nazla götür. Hə, deyirən, sən də varsan burada. Mənim elə bilirdim prosesdə, elə Allahla mənəm, sən hardan gəldin? Sən də varsan da gəlmirsən də götürürəm səni. Məntiqə baxın. Mən pul qazanmaq üçün evdən çıxmamışam. Mən çıxmışam ki, Allah mənə deyib ki, işləyən adamdan xoşum gəlir. Mən çıxmışam, Allahla iş görürəm, dəqiq, nizamlı, intizamlı. Bu iş təbii olaraq pul gətirir. Gələndə, deyirsən, hə, sən də gəldin, hə, lap yaxşı. Gəlməyə də bilər, amma daha gəlmirsən də, gəl gir cibimə. Valla bax, naz eləyə onu götürəndə